Barış səsi. Pərilər ölkəsində biri var idi, biri yox idi. Yayın günəşli, isti bir günündə Aynaz qolçaqlarını götürüb oynamaq üçün meşəyə yollandı. Aynaz bir ağacın altında oturdu. Birdən-birə gözü bir dəstə pəriyə sataşdı. Pərilər ağacların arxasından birdən-birə ortaya çıxıb Aynazın ətrafında hərlənib, gülüb, oxuyub oynamağa başladılar. Onlar oxuya-oxuya dedilər: "Aynaz, bizim sənə ehtiyacımız var. İndi sən bizim sehirli dairəmizdə tələyə düşübsən. Biz səni özümüzlə pərilər ölkəsinə aparmaq istəyirik." Pərilər Aynazı qaldırıb bir şənlikə apardılar. Bəycəlin əl-ələ verib qızıl pillələrdən aşağı endilər. Görəsən nağılımızın Aynazı pərilər ölkəsində qalmalıdır, yoxsa evlərinə dönəcək? Bu nağılın davamını oxumaq istəsəz, barışsasi.com-dan bu kitabı ya ki başqa uşaq kitablarını ala bilərsiniz. Pərilər ölkəsində Dənizsin yayım evində nəşr olubdu və 11 yaşdan 15 yaşlı uşaqlar üçün münasibdir.